Bakıda gecə saatlarında dəhşətli partlayış baş verib. Yeni Sabah qeyd edir ki, öncə partlayışın Müdafiə Sənayesi Nazirliyinin Alov zavodunda partlayış baş verdiyi barədə xəbər yayılıb. Sonradan bəlli olub ki, hadisə Cəfər Cabbarlı adına kinostudiyanın həyətində qeydə alınıb. Xəbərə görə film çəkilişi üçün istifadə olunan pirotexnik vasitələr partlayıb. Hadisə yerinə dərhal Fövqəladə Xidmətlər cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirə salınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb. Hadisə yerinə Mədəniyyət Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi gəlib. Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb olunub. Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq. Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizov partlayışın baş verdiyi ərazidə olub. Hadisə ilə bağlı danışan müir hazırda hadisə yerində araşdırmaların davam etdiyini bildirib. Hadisənin səbəbini indi demək mümkün deyil. Ekspertlərin rəyini gözləməliyik. Fövqəladə Hallar Nazirliyinin ekspertləri işləyir, hadisə yerinədirlər. Yəqin səhərə yaxın biləcəyik. Hər halda olmamalıdır, oldu, deyə Əzizov qeyd edib. Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən partlayışın baş vermə səbəbini araşdırılır və səhər saatlarında bu barədə ilkin açıqlama verilə bilər. Partlayışın baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın artıq söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.